Bəs Allah niyə savab yazır yaxşı iş görənlərə? İcazə verin bir hədis oxuyum sizin üçün. 2 hədisdən sonra sözümü tamamlayacağım. Bir hədis Peyğəmbərdəndir. Peyğəmbər Salavatullah Həzrət Əlini çağırdı bir gün yanına, özü danışır Həzrət Əli. Deyir, mənə çoxlu nəsihətlər elədi və dedi, bunları yadında saxla. Genişdir, axırında belə söz deyir. Ya Ali, ey Əli, mən tərəkəl xəmr li qeyrillah, səqahullah min rahiqil məhmum. Buyurur ki, ey Əli, kim şərabı, arağı, içkini Allah'tan başqasına görə tərk eləsə, Allah cənnət içkilərindən, cənnət nemətlərindən onu içirdər. Allah üçün yox. Bir adam baxır, hesablayır, görür ki, şərab mənə ziyandır. Həyatımı bərbad eləyir. Həzrət Əli özü də təəccübləndi, soruşdu, ya Rasulallah, Allaha görə olmasa da, Peyğəmbər buyurdu ki, nəam vallah, and olsun Allaha bəli. Bəli, and olsun Allaha.